Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizdən Azərbaycan dilindən ara sözlər mövzusunu keçəcəyik. Maraqlı mövzuda müəyyən suallar düşür bu mövzudan imtahana. Ən əsasda ara sözlərlə modal sözlərin fərqi sahəsində son illərdə mən çox sual görmüşəm. Deməli, gəlin izahımıza birbaşa başlayaq. Deməli dostlar, ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərdir və morfologiyanın yox, sintaksizin mövzusudur. Danışan ifadə etdiyi fikrə münasibət necə bildirilir? Məsələn, cümlədə deyirəm ki, nəhayət işlərimiz yaxşı gətirdi. Burada bizim normal cümləmiz işlərimiz yaxşı gətirdi cümləsidir. Modallıq bildirən sözümüz, yəni bu cümləyə öz münasibətimizi bildirən sözümüz isə nəhayət sözüdür. Yəni necə deyərlər? Bu sənin cümləndir, bu cümlənin münasibəti bu sözlə bildirsin. Yəni nəhayət ki, yəni sonluq bildirirsən də bu cümləyə, nəticəsi. Məsələn, müəyyən işlər görmüsən. İndi sən bu işləri bir cümlədə nəticələndirmək istəyirsən deyə nəhayət sözünü istifadə edirsən. Bax, bu münasibət bildirən söz hesab olunur. Və yaxud da ki, məncə bura gəlməməlisiniz. Bax, bura gəlməməlisiniz sənin cümləndir. Məncə deməklə bu fikrə münasibəti bildirsən. Yəni, mənə görə gəlməməlisən bura. Yəni, bunlara biz ara söz deyirik. Həm də modal söz olur. Morfologiyada bu nitq hissəsi olan modal sözdür. Sintaksisdə isə ara söz hesab olunur və sənin bu ara sözlərin cümlə üzvü götürülmür. Yəni, sən burada məncə nəhayət sözlərinə sən durub mübtəda xəbər təyin tanınmaz zərfli deyə bilməzsən. Sintaksik əlaqəyə də girmir. Yəni, sən deyə bilməzsən ki, burada məncə ilə gəlməməlisiniz arasında idarə uzlaşma yanaşma əlaqəsi var və yaxud da ki, hər hansı bir əlaqə var, tabiçilik əlaqəsi var deyə bilməzsən. Çünki heç bir əlaqə olmur burada. Deməli, İndi ara sözlər yadda saxlayaq ki, 3 formada olur. Testdə də düşür bu məqamda, toplu suallarında da var. Deməli, söz şəklində olan ara sözlərimiz var ki, burada ara sözlərimiz sözə, görünüş olaraq sözə oxşur. Məsələn, sözsüz o yanlış edir cümləsində, sözsüz mənim ara sözümdür. Görək ki, bir sözdür, elə deyilmi? Sonra söz birləşməsi şəklində olan ara sözlərimizdə isə bir ara sözdə iki söz birləşir. Məsələn, mənim fikrimcə o yanlış edir. Burada məncə desəydim, məncə söz şəklində olan ara söz olacaqdı. Amma mənim fikrimcə deməklə bu söz birləşməsi olur deyə deyirsən ki, buradakı ara sözümüz söz birləşməsi şəklindədir. Bir də var cümlə şəklində olan ara sözlərimiz. Məsələn, görünür, o yanlış edir cümləsində ara sözümüz görünürdür. Görünür cümləyə oxşuyur. Çünki görünür sözünün ara söz kimi yox, mən adicə nitq hissəsi kimi işlətsəm, məsələn, feil kimi işlətsəm, görünür sözdən bir cümlə alınır. Məsələn, göydə ulduz görünür deyə bilərəm. Burada ara sözdür, amma bənzəyir cümləyə. Deməli, ona görə yadda saxlayaq ki, ara sözlərimiz 3 şəkildə olur. Sonra davam edək. İndi belə bir sual sizə təbii ki, yaranır. Müəllim, axı ara sözlərlə modal sözlərin fərqi nədir ki? Madəm eyni şeydirlərsə, testdə də həmişə eyni mi götürmək lazımdır? Xeyr. Deməli, fərqlər nədir təməl olaraq? Yadda saxlayaq ki, modal sözlərimiz söz şəklində olurlar. Məsələn, məncə, səncə, əlbəttə, şübhəsiz. Yəni, onların tərkibində bir söz olur. Amma ara sözlərimiz isə sözlə əlavə cümlə və söz birləşməsi şəklində ola bilirlər. Məsələn, burada cümləni silək, cümlə şəklində yazmaya ehtiyac. Çünki bizim görünür tipli modal sözlərimiz də var. Deməli, yadda saxlayaq ki, ara sözlərimiz isə söz birləşməsi şəklində ola bilirlər. Məsələn, belə yazaq da, yuxarıdakı cümləyə fikir verək. Baxın, məsələn, bu həm ara söz, həm modal sözdür. Çünki söz şəklindədir. Yəni, sən buna deyə bilərsən ki, bu modal sözdür, morfologiyada ara sözü sintaksisdir. Amma mənim fikrimcə isə avtomatik olaraq modal söz ola bilmir. Görsəz ki, əgər bir ara söz iki sözdən birləşib və yaxud da 2 və daha artıq sözdən əmələ gəlir, sən orada deməyəcəksən artıq bu modal sözdür. Çünki modal söz onun funksiyasını itirir. Nitq hissəsi olaraq bunları soruşsa deyəcəksən ki, mən burada əvəzlikdir, fikir də ki, isimdir. Əvəzliklə isim birləşib ara sözü yaradıb. Amma burada isə sözsüzdə modal söz birləşib və modal söz özü avtomatik olaraq ara sözü əmələ gətirib. Ona görə də bu təfərrüata fikir vermək lazımdır. Bu birinci məqamdır. İkinci məqam nədir onları fərqləndirən? Qayda olaraq modal sözlər morfologiyanın, yəni nitq hissələrinin mövzusudur. Modal söz nitq hissəsidir. Ara sözlər isə sintaksisin mövzusudur. Yəni biz ara sözləri sintaksis bölməsində keçirik. Yəni cümlənin strukturunda həmin sözə ara söz deyirik. Amma nitq hissəsi kimi yanaşsaq həmin sözə modal söz deyirik. Məsələn, onu sizə belə izah eləmək olar. Məsələn, deyəsən ara sözdür, elə deyilmi? Mən məsələn, Bakıda deyəsənə deyəcəm modal söz, amma Fransaya gedəndə deyəsənə deyəcəm ara söz. Yəni, eyni şeydir, sadəcə olaraq mövzuya görə buna yanaşma tərzimiz dəyişir. Bunun adına yanaşma tərzimiz dəyişir avtomatik olaraq.
Yəni iki fərqi yadda saxlayaq. Bir, nə oldu? Deməli, ara sözlər söz birləşmə şəklində olsa modal sözlər ola bilmir. İki də ki, modal söz morfologiyanın, ara söz isə sintaksisin mövzusudur. Davam edək. Deməli, ara sözlərdə vergülün işlənməsi elə modal sözlər kimidir. Əgər cümlənin əvvəlinə gəlibsə ara söz özündən sonra vergül gəlir, cümlənin sonunda gəlsə özündən qabaq vergül gəlir, ortada işlənsəydi hər iki tərəfdən vergülə alacaqsan. Ona görə yadda saxlayaq bunun duru işarəsi məsələsini. Bir də indi gəlin buna yanaşaq. Sözün düzü sizcə həm də modal sözdürmü? Ara söz kimi işlənir burada. Çünki bilirəm ki, vergülü də var, həm də cümlə özü sintaktik əlaqə kimi götürmürəm. Amma bu söz birləşməsi olduğu üçün sən buna modal söz deməyəcəksən. Deyəcəksən ki, müəllim, bu ara sözdür. Amma desək ki, bu ara sözün ilə ifadə olunub, deyəcəksən ki, söz isimdir, düzdür ki, sifət kimi işlənir burada. Belə yanaşacaqsan məsələyə. Deməli, İndi ara sözlərin məna növləri də var. Biz məna növlərinə baxanda görürük ki, modal sözlərdən cüzi fərqlər var burada. Məsələn, modal sözlərdə bənzətmə bildirən modal sözlər olurdu, amma ara sözlərdə onları yığışdırıblar. Gəlin məna növlərinə baxaq. Bir yəqinlik bildirən ara sözlərimiz var. Bu baş verən hadisə sənin əminliyini bildirir. Məsələn, deyirsən ki, bugün tədbir olacaq. Deyirəm ki, məsələn, əlbəttə bugün tədbir olacaq, şübhəsiz bugün tədbir olacaq. Yəni, yəqinliyimi, öz dəqiqliyimi bildirirəm burada həmin cümləyə. Güman şübhə bildirən ara sözlər onun tam tərsidir. Çünki güman şübhədə sən məsələn deyirsən ki, yəqin ki, bugün yarış olacaq. Yəqin ki, bu demək ki, yəni olub-olmama ehtimal var. Gümanı və şübhəvi bildirirsən. Fikrin mənbəni bildirən ara sözlərimiz bunlardır. Məncə, bizə görə, mənim fikrimcə, deyilənə görə, Əli müəllimin dünənki fikrinə görə uzada da bilərəm ara sözləri. Çünki dediyim kimi 10 dənə söz də ola bilər ara sözün içində. Sadəcə əsas məsələ budur ki, o fikrin mənbəyini bildirsin. Amma modal sözdə elə şey yoxdur. Modal sözdə bizim modal sözümüz bunlardır. Məncə, səncə, bizcə, yaxud da ki, məsələn, mənə görə belə olur modal sözlərimiz. Təəssüf bildirən ara sözlərimiz bunlardır. Heyif, heyif ki, əfsus ki, təəssüf ki, başın hadisəyə təəssüflüyü bildirirsən. Bir də var nitq hissələri arasında əlaqə bildirən, yəni nəticə və sıra bildirən ara sözlərimiz hansılardır? Nəhayət, xülasə, birincisi, beləliklə, vəssalam, bir sözlə, uzun sözün qısası. Bəzən burada testdə ayrılıqda da burada birincisi, ikincisi məsələsi düşür. Bu sıra bildirən ara söz kimi götürmək olur bunları. Məsələn, deyirəm ki, birincisi sən yanlış edirsən, ikincisi də ki, gəlib mənə bunu demirsən, cümləsinə fikir verək. Burada birincisi və ikincisi sıra bildirən ara sözdür. Onu da elə yadda saxlaya bilərsiniz, sıra bildirən ara söz kimi. Belə, deməli, gəlin cümlələrimizə fikir verək. Baxın, cümlə belədir. Sənin və onun fikrinə görə bizim qurduğumuz plan yanlışdır. Mən sizdən soracağım, burada ara sözümüz hansıdır? Vergüldən tuturam, bir də ki, bu görə qoşmasından tuturam ki, ara sözüm burada sənin və onun fikrinə görə ifadəsidir. İndi burada bu ara söz olduğu üçün sən desək ki, bu cümlə üzvlərimizi tapın bu cümlədə, məsələn, mübtəda xəbəri tapın, sən ümumiyyətlə bu hissəyə baxmayacaqsın. Sən baxacaqsın, sadəcə bu hissə olacaq. İkinci məqam nədir? Səndən sintaktik əlaqələri soruşsa, yenə bu hissəyə baxmırsan, çünki bura ilə sintaktik əlaqəyə girmir, xitabla ara söz çünki sintaktik əlaqədə olmur. Ona görə də yəni cümlə üzvü kimi ya da əlaqə məsələlərində biz ara sözləri kənarlaşdırırıq bu tərəfə. Və yaxud da ki, məsələn, burada maraqlı bir məqam da var. Səndən həmcis üzv soruşulsa, bu cümlədə həmcis üzv varmı? Üzvdə, yəni həmcis üzv. Burada sən və onun sözləri var. Bunları həmcis üzv kimi götürmürük. Çünki həmcis üzvlərimiz cümlə üzv olmalı. Mübtəda xəbər təyin tamamı zərflik. Axı sənin və onun ara sözün tərkibindədir və bu da cümlə üzvü hesab olunmur axı. Yəni cümlə üzvü əgər mən bunu götürə bilmirəmsə, deməli həmcis üzv də götürə bilmərəm. İstir burada 10 dənə eyni suala cavab verən sözüm olsun. Yenə də həmcis üzv yoxdur. Öz aralarında həmcinslik var. Həmcinslik ümumi anlayış. Yəni hər şey həmcis ola bilər eyni suala cavab verəndə. Amma həmcis üzv yoxdur. Bu üzv sözünə burada fikir vermək lazımdır. Ara söz dediyimiz şey bunlardır. Sadəcə olaraq burada ara sözdə dediyim şeylərə fikir verməklə bir çox testin öhdəsindən gələ bilərsiniz. Bir də bu məna növlərini çalışın ki, əzbərləyin. Çünki əzbərləsəz sizin işiniz kifayət qədər rahat olacaq. Belə, bizim izahımız bu qədərdir. Qısa bir mövzu və rahat bir mövzudur. Videonu bəyənməyi yaddan çıxarmayaq, kanala abunə olmağı yaddan çıxarmayaq. Növbəti çəkilişlərdə görüşənədək. Hələlik.